Bir daha salam aleyküm, sabahınız xeyir olsun. Salamlayıram bütün eli obanı, kətçilərimin hər birin, Pərovlar kəndi, Əlməndarlı, Hacırlar, kəndimizdən salamlayıram hər kəsi. Sabah gəlmişəm ziyarət eləməyə. Bu bizim həyətdir. Bizim həyət. Heç nə yoxdur. Ağac, mağac yoxdur. 2 dənə nar ağacı qalıb. Evimizin içindən də arxa evdən 2 dənə incil ağacı. Bax belə bitib, böyüyübdür. Evlə bərabər olub. Bax belə bizim həyətdir. Yəni bax o dəmirə qədər. Qarşısı o dəmirə qədərdir. Oradan o tərəfi Mail kişigilin həyətidir, nar bağı salıblar. Kemal dayıgilin evidir, Əmin Muradgilin evidir. Üzü belə Nizamigilin, İlyas kişi vardı bizdə. Yemən xalagilin. Oradan o Pərovlar bəy ev olub, məktəb idi, intası köhnə məktəb. Üzü belə. Kəndimizdir. Kəndimizə gəlmişəm. Bütün bu ərazilər bizim Pərovlar kəndinə aiddir. Yağ zavodunun qabağından gələn yolda o da maşınım durub. Yağ zavodunun qabağından gəlir, üzü belə. Qalxır üzü Xan kəndinə tərəf. Bu bizim həyətdir, yəni rəhmətli qardaşımın evidir ora, o yer. Yəni o tərəf. O həyət İnqilabgilin evidir, rəhmətli İnqilab əmigilin evidir, Rövşənin atası. Bax beləsinə. Nar bağı, Pərovlar məktəbinin həyəti demək olar bütöv nar bağıdır. Pərovlar məktəbinin həyəti Daimgil, Hacıgil tərəflərə, rəhmətli Mehdi kişigil tərəfə, Məmməd Daimgil tərəflərə nar bağıdır ora. O ərazi